Ürək tutmasından ölmələrə görə Azərbaycan dünya statistikasında 2-ci yerdədir. Kişilərə baxdıqda isə hətta 1-ci yerə gəlib çıxırıq. Yazıq balam. Aparılan tədqiqatlara görə isə şəxsiyyət tiplərinə görə ürək tutmanı müşahidə etmək olar. Bu isə özlüyündə 2 yerə bölünür. A tipi şəxsiyyətlər və B tipi şəxsiyyətlər. A tipi insanlar səbirsizdir, hər zaman qaça-qaçdadır. İstər yemək yeyərkən, istər iş görərkən, daha aqressivdirlər, rəqabətçidirlər. İş mühitində onları hər zaman gərgin görmək olur. Aman delo, delo can. B tipi insanların isə empati hissləri daha yüksəkdir. Səbirlidirlər, rəqabətdən qaçırlar, insanlarla çox da aqressiv deyillərdir. İş yerlərində isə qayda-qanunu çox yüksək həddə qoymaqdan qaçınırlar. Tədqiqatın nəticəsinə görə isə A tipi insanların ürək tutma riski B tipi insanlara nisbətən 2 dəfə daha çoxdur. Və siz A tipisiniz ya B tipi?